Salam. Güvən nəşriyyatının 4 may 2025-ci ildə keçirdiyi sınaq imtahanında istifadə edilən coğrafiya sualları. Birlikdə göy banan adlanan megapolislər. Reyn boyu və İngiltərə megalopolisləri birlikdə göy banan adlanır. Cavab 1-4 D variantı. Verilmiş diaqramın aid olduğu məntəqə üçün doğru fikirləri müəyyən edək. Diaqramdan gördüyümüz qədər burada 271 mm yağıntı və 12,7 dərəcə Selsi temperatur, orta illik temperatur var. Temperatur xəttinin sıfırdan aşağı düşməsi burada qış aylarının temperaturunun mənfiyə düşdüyündən xəbər verir. Yay aylarında isə temperatur müsbət 25 dərəcədən çox olur. Qışı soyuq keçən yarımsərli qurucu yarım tipi səciyyəvidir, şərti ola bilər. Belə ki, yağıntı azdır, temperatur da mənfiyə düşür. Buranı biz Naxçıvanın düzənlik əraziləri kimi qəbul edə bilərik. Alluvial və alluvial-proluvial düzənliklər yerləşir şərti yanlışdır. Belə ki, burada rütubət az olduğuna görə bol sulu çaylar və yaxud da tez-tez baş verən daşqınlar ola bilməz. Deməli, ikinci şərt yanlışdır. İkinci şərtin olduğu variantları silirəm. Birinci şərtin olmadığı variantda silirəm. Artıq üçüncü variantın olmadığını görürük. Yayı qura keçən soyuq iqlim yarım tipi səciyyəvidir. Bəli, Naxçıvanın alçaq və orta dağlıq ərazilərində yayı qura keçən soyuq iqlim yarım tipi var. 4 rəqəmi olmayan variantda silirəm və 5 Araz çayının su toplayıcı hövzəsində yerləşir şərti də uyğun ola bilər. Cavab B variantı. Dəmirəpəran çay və Ordubad çayı üçün ümumi əlamətləri müəyyən edək. Qidalanmasında yağış suları üstünlük təşkil edir şərti yanlışdır. Belə ki, Dəmirəpəran çayının qidalanmasında əsasən qar suları üstünlük təşkil edir. Birinci şərt yanlışdır. Sellərin qarşısını almaq üçün hidrotexniki qurğular tikilir və fitomeliorativ tədbirlər görülür şərti hər iki çay üçün uyğundur. İkinci şərt bizə lazımdır, deməli C variantında silirəm. Birbaşa Kür çayına tökülmür şərti hər iki çay üçün uyğundur. Belə ki, bu çayların heç biri Kürün birbaşa qolları deyil. 2-3 cavab B variantı. Cədvələ əsasən uyğun fikirləri müəyyən edək. Maşınqayırma, kimya sənayesi və elektroenergetika birlikdə avangard üçlük adlanış şərti doğrudur. Birinci şərt doğrudursa, birinci şərtin verilmədiyi variantları silirəm. Yüngül sənayinin coğrafiyası əsasən toxuculuq sənayesinin yerləşməsi ilə müəyyən olunur. Bu şərt də doğrudur. İkinci şərt hər iki variantda var. Et dövründə hasilat sənayesinin payı emal sənayesi ilə müqayisədə xeyli artmış şərti yanlışdır. Belə ki, et dövründə əsasən süni materialdan istifadə olunduğuna görə təbii xam mal istehsalda daha az istifadə edilir. Üçüncü şərt yanlışdır. İndi isə yanlışları seçək. İnkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatında əsas yeri əmtəlik, ixrac istiqamətli tip tutur şərti yanlışdır. Belə ki, bu tip əsasən inkişaf etmiş ölkələrdə intensiv inkişafda olan kənd təsərrüfatına aiddir. Yəni, bu kənd təsərrüfatı məhsulları yerli tələbatı ödəyir və bir hissəsi də ixrac edilir. Deməli, dördüncü şərt yanlışdır və bizə lazım olan variantdır. 1, 2, 4 cavab Y variantı. Qapıcıq zirvəsi ilə Xəzər dənizi arasında atmosfer təzyiqinin fərqini hesablayaq. Qapıcıq zirvəsinin hündürlüyü 3904 metr. Xəzər dənizi səviyyəsi isə dəniz səviyyəsinin mənfi 27 metr aşağı. Yəni, çıxaq mənfi 27. Burada cavabımız 3931 metr eləyəcək. Hündürlük fərqini təzyiq fərqinə çevirmək üçün onu 10-a bölərik. Deməli, buradan bir vergül artıracaq. Cavabımız olacaq A variantı. Xərti sxemə əsasən hansı iqlim yarım tipinin yerinin səhv verildiyini müəyyən eləyək. Birinci rəqəmdən baxırıq. Bir rəqəmi qışı qura keçən mülayim istiqlimdə verildiyinə görə C variantı yanlışdır. Yəni, doğru olduğu üçün götürmürük. 2 rəqəmi ilə baxırıq. Yay qura keçən mülayim istiqlim. Bəli, həqiqətən də 2 rəqəmi yay qura keçən mülayim istiqlimi göstərir. Deməli, ikinci şərt də bizə lazım deyil. 3 rəqəminə baxırıq. Burada rütubəti bərabər paylanan mülayim istiqlim olmalıdır və yağıntıları bərabər paylanan mülayim istiqlim şərti verilib. Bu da doğru olduğuna görə götürmürük. Bizə səhvlər lazımdır.
4 rəqəmi qışı qura keçən mülayim isti iqlim olmalıdır və B variantında həqiqətən də qışı qura keçən mülayim isti iqlim verilib. B variantında götürmürük, qaldı 5. 5 rəqəmi ilə yay qura keçən mülayim isti iqlim verilməlidir. Amma burada yağıntıları bərabər paylanan mülayim isti iqlim verilib. Deməli, Y variantı bizə lazım olan bənddir. Xəritə sxemdə sual işarəsi ilə verilən ada üçün uyğun fikirləri müəyyən edək. Buradan çəkilən dərəcə toruna görə ekvatoru, 10 dərəcə cənub enini, 140 və 150 dərəcə şərq uzunluqlarını görmək olar. Deməli, bu ada ekvatordan biraz aşağıda və tamamilə şərq yarımkürəsində yerləşən Yeni Qvineya adasıdır. Yeni Qvineya. Və bu ada üçün uyğun olanları seçək. Çünki bizdən doğru variantları soruşur. İki ölkəyə aiddir. Bəli, həqiqətən də bir xətt boyunca adanın qərb tərəfi İndoneziyaya, şərq tərəfi isə Papua Yeni Qvineyaya aiddir. Deməli, birinci şərt doğrudur. Birinci şərtin olmadığı variantları silirəm. İkinci şərtə baxaq. Əhali əsasən Khoisan dil ailəsinə mənsubdur. Khoisan dil ailəsi Afrikanın cənubunda Bushmenlər və Hottentotların danışdığı dildir. İkinci şərt yanlışdır. İkinci şərtin verildiyi variantı silirəm. Üçüncü şərt artıq avtomatik doğru olur. Belə ki, demoqrafik keçidin birinci mərhələsində olan ovçuluq və yığıcılıqla məşğul olan qəbilələr yaşayır. Həqiqətən də Yeni Qvineyanın cəngəlliklərində hələ də bu şəraitdə yaşayan tayfalar mövcuddur. Üçüncü şərt də doğrudur. Dördə baxaq. Ekvatorial və subekvatorial iqlim quşağında yerləşir şərti də doğrudur. İqlim quşaqları xəritəsinə baxsaq, görərək ki, həqiqətən də Yeni Qvineya adasının şimal hissəsi təxminən bu qoyduğum xəttdən yuxarıda ekvatorial ərazidir. Aşağıda isə subekvatorial iqlim quşağına uyğundur. 1, 3, 4. 5 şərtinə baxsaq, zəlzələ və müasir dağ əmələ gəlmə zonalarının kənarda yerləşir şərti yanlışdır. Bura Alp-Himala və Sakit Okean Odlu gölçünün qovşağı olduğu yerdədir. Sahillərini Yava dənizinin suları yuyur şərti yanlışdır. Belə ki, Yava dənizi bundan bir xeyli qərbdədir. Cavab 1, 3, 4, cavab A variantı. Hansı ölkənin Antarktida materikində elmi tədqiqat stansiyası yoxdur? Burada İrandan söhbət gedir. Muson küləklərinin təsir altında olan adalar müəyyən edək. Buraya əsasən Cənubi və Şərqi Asiya ölkələri adalara aid olar. Şri Lanka, Tayvan və Filippin adaları bu şərti ödəyir. Aşağıda verilmiş əlamətlər hansı iqtisadi rayona aiddir? Çıraq 1 və Çıraq 2 sesləri tikilmişdir. Burada söhbət Kəlbəcərdən gedir. Hava limanı fəaliyyət göstərir, Zəngilandan söhbət gedir. Üzümçülük, tütünçülük və taxılçılığın inkişafı üçün əlverişli şərait vardır. Bu şərt bu iqtisadi coğrafi rayonun cənub hissələrinə aiddir. Civə və xromit yataqları isə Kəlbəcər və Laçın zonasına uyğundur. Deməli, söhbət Şərqi Zəngəzur iqtisadi coğrafi rayonundan gedir. Xəritə sxemə əsasən yağıntıların başlıca olaraq dekabr-fevral ayları aralığında düşdüyü məntəqələri müəyyən edək. Dekabr-fevral ayları şimal yarımkürəsində qış, cənub yarımkürəsində isə yaydır. Deməli, şimal yarımkürəsində subtropik Aralıq dənizi tipində, yəni 1 və 3-də, cənub yarımkürəsində isə subekvatorial iqlim qurşağında, yəni 2 rəqəmində daha çox yağıntı görülər. Deməli, 1, 2, 3 cavab B variantı. Uyğunluğu müəyyən edək. Malakka yarımadası və Skandinaviya yarımadası. Bir neçə ölkə yerləşir şərti ortaqdır. Belə ki, Malakka yarımadasında Tayland və Malaziya, Skandinaviya yarımadasında isə İsveç və Norveç ölkələri yerləşir. 3-ə A. 3-ə A olmayan variantları silirəm. Zəngin qalay və wolfram filizlərindən malikdir şərti Malakka yarımadasına aiddir. Belə ki, Cənub-Şərqi Asiya regionu qalay wolfram qurşağının yerləşdiyi zonadır. 1-ə B. 1-ə B-nin verilmədiyi B variantını da silirəm. 2 işıqlanma qurşağında yerləşir şərti Skandinaviya yarımadasına aiddir. Belə ki, oradan qütb dairəsi keçir. 2-yə C. Sahilləri 2 okean suları ilə yuyulur şərti hər ikisinə aiddir. Skandinaviya, Şimal buzlu və Atlantik, Malakka, Hind və Sakit, AD və materikin ən ucqar nöqtəsi yerləşir. Burada Pi burnunun yerləşdiyi Malakka yarımadasına aiddir. 1-ə Y. 1-ə B, Y, 2-yə C, 3-ə AD, D variantındadır.
Xəritə sxemaya əsasən birinci və ikinci rəqəmlərlə göstərilən ölkələrin ümumi əlamətlərini müəyyən edək. Burada Avstriya və Macarıstan ölkələrindən söhbət gedir. Birinci Dünya müharibəsi ərəfəsində Avstriya-Macarıstan imperiyasının tərkibi olub. Birinci şərt doğrudur. Birinci şərtin verilmədiyi variantları silirəm. Ətlik və ətlik-südlük istiqamətli heyvandarlıq Avropaya xas deyil. Avropada əsasən südlük və südlük ətlikdir. İkinci şərt yanlışdır. Ərazisindən Dunay çayı axır şərti doğrudur. Düzənlik relyef üstünlük təşkil edir şərti yanlışdır. Bu ərazi əsasən Avropanın dağlıq hissələridir. Respublika idarəetmə formasına malikdir şərti doğrudur. Əhalinin əksər hissəsi Hind-Avropa dil ailəsinə mənsubdur. Macarlar Ural dil ailəsinin Fin-Uqor dil qrupuna aiddir. Yəni Ural dil ailəsi olmalı idi. Cavab C variantı. Mətndə verilmiş Aç çayı ilə bağlı cədvəldəki uyğunluğu müəyyən edək. Aç çayı materikin ən uzun çayıdır. Yerli dildə çaylar atası adlanır. Artıq söhbətin Mississippi çayından getdiyini bilmək olar. Bu çay sularını böyük və mərkəzi düzənliklərdən, həmçinin Apalaç və Kordilya dağlarından axan çaylardan yığır. Axdığı ərazilərdə sənayekən təsərrüfatı və məişət əhəmiyyətinə malikdir. Mississippi çayı İtaska gölündən başlayır şərti doğrudur. Burada yanlış verildiyinə görə A variantını götürmürük. Daşqınlar baş verir şərti doğrudur və cavab B variantı olur. Missouri və Arkansas çayları onun qollarıdır şərti doğrudur, amma burada yanlış verilib C variantını silirik. Meksika körfəzinə tökülüş şərti doğru olduğu halda yanlış verilib, onu da götürmürük. Transsərhəd çaydır şərtinə doğru verməyə yanlışdır, belə ki, bu çay yalnızca Amerika Birləşmiş Ştatları ərazisindən axır. Deməli, cavab B variantı. Hansı okean cəryanları eyni adlı yarımadada iqlimin quraq olmasına səbəb olur? Əvvəla bunu bilmək lazımdır ki, iqlimi quraqlaşdıran soyuq cəryanlardır. Deməli, A variantında Alyaskanı, D variantında Qvineyanı, Y variantında Antili çıxa bilərik. Və Peru cəryanı soyuq olsa da Peru adlı yarımadanın yanından keçmir. Ancaq Somali və Kaliforniya cəryanları eyni adlı yarımadaların yanından axır. Cavab C variantı. 1 bölünsün 7.500.000 miqyaslı xətidə 12 dərəcə şimal eni və 3 dərəcə cənub enləri arasında meridian üzrə məsafə 22,4 cm olarsa təhrifi hesablayaq. Bilirik ki, təhrif hesabı 1 dərəcəlik meridian və paralel qövsünə görə və miqyasa görə hesablanır. Burada miqyası kilometr çevirmək üçün arxasından 5 dənə 0 silirik və 75'i vururuq 22,4'ə. Cavabımız 1680 kilometr eləyir. Və 12 dərəcə şimal eni ilə 3 dərəcə cənub eni arasında 15 dərəcə coğrafi enlik fərqi var. Bunu da 111 kilometrə vursaq, cavabımız eləyəcək 1665 kilometr. 1680 kilometr ilə 1665 kilometr arasında 15 kilometr tərif fərqi var. Cavab C variantı. Cədvəldə verilən Şimali Afrika ölkələrinin hansılarının yerlərini dəyişsək, onların qərbdən şərqə doğru düzgün sırasını müəyyən etmək olar. Xəritəyə baxsaq, görərik ki, qərbdən şərqə doğru Mərakeş, Əlcəzair, Tunis, Liviya və Misir ölkələri ardıcıldır. Burada Tunis və Əlcəzairin yeri dəyişik verilib. Cavab 2-3. Aşağıdakı fikirlərdən hansı Braziliya yaylası üçün doğru deyil? Səthi bərk süxurlarla örtülür şərti doğrudur. Dərin çay dərələri ilə parçalanmışdır şərti doğrudur. Filiz mənşəli faydalı qazıntılarla zəngindir şərti doğrudur. Ekvatorun hər iki tərəfində yerləşməsi şərti isə doğru deyil. Belə ki, ekvatorun hər iki tərəfində yerləşən Amazon ovalığıdır. Eyler-Venn diaqramını tamamlayan bəndi müəyyən edək. Talış fiziki coğrafi rayonu və Qonaqkənd fiziki coğrafi rayonuna aid olan xüsusiyyətləri seçiləcək. Tektonik qırılmalar boyu mineral bloklar yayılmışdır şərti doğrudur. Qonaqkənddə cimi, xaltan, xaşı, Talışda isə meşə su, qotur su, donuz ütən və s. Birinci şərtin olmadığı variantları silirəm.
Həmsərhəd olduğu fiziki coğrafi rayon Xəzər sahilində yerləşir şərti hər ikisinə aiddir. Talış fiziki coğrafi rayonunun həmsərhəd olduğu Küraraz fiziki coğrafi rayonu Xəzərə çıxışı var və Qonaqkənd fiziki coğrafi rayonunun həmsərhəd olduğu Samur Dəvəsi fiziki coğrafi rayonu Xəzərə çıxışı var. İkinci şərt də doğrudursa, deməli A variantında elədik. Vulkanogen çökmə suxulara rast gəlinir şərti bunlarda yoxdur. Alt və subalp çəmənliyi yayılmışdır. Talış zonasında yoxdur. Çayları birbaşa Xəzərə tökülür şərti isə hər ikisinə aiddir. Cavab Y variantı. Ölkəmizlə bağlı doğru olmayan fikri müəyyən edək. Təxminən 800 metr mütləq hündürlüklərə qədər olan dağətəyi ərazilərdə şabalı torpaqla yayılmışdır şərti doğrudur. Böyük və Kiçik Qafqaz, Talış və Naxçıvan yüksək dağlıq ərazilərindən antropogen, dağətəyi ərazilərdə isə təbii landşaft üstünlük təşkil edir şərti yanlışdır. Belə ki, düzənliklərdə əsasən antropogen olar, yüksək dağlıqda isə əsasən təbii olar. Deməli B variantı. Buzlaq relief formalarının üstünlük təşkil etdiyi ərazi. Böyük hövzə Şimali Amerikanın mərkəzi hissəsindədir. B variantında olan Lavrenti yüksəkliyi isə Kanadadadır. Deməli cavab B variantı olar. Türk dövlət və ya qurumlarının yerləşdiyi coğrafi obyektləri seçək. Üstyurt platosu Qazaxıstandadır, yerləşir. Birinci şərtin olmadığı variantları silirəm. Şərqi Avropa düzənliyində Başqırdistan, Çuvaşistan və Tataristan kimi ölkələr var. İkinci şərt doğrudur. Böyük Xinqan dağları Türk dövlət və ya qurumlarına düşmür. Alaşan dağları düşmür. Verxoyansk silsiləsi isə Saxa-Yakutiya Muxtar Respublikasında yerləşir. 1-2-5 cavab D variantı. Çayın düşməsi 428 metr, orta meyilli isə 0,8 metr/km olarsa onun uzunluğunu hesablayaq. Meyillik düşmənin uzunluğa nisbətidir. Deməli biz burada uzunluğu tapmaq üçün 428-i 0,8-ə bölərik. Yəni L bərabərdir 535 kilometr. Azərbaycan Respublikasında 2014-cü ildə kənd əhalisinin sayı 4.432.000 nəfər, 2024-cü ildə isə 4.633.000 nəfər olmuşdur. Bu dövr ərzində kənd əhalisinin orta illik artımını hesablayaq 1000 nəfərdən. Bunun üçün aradakı fərqi 10 ilə böləcəyik, çünki arada 10 il var. 4.633.000 nəfərdən 4.432.000 çıxsaq, 201.000 nəfər 10 illik artım olur. Bizdən də orta illiyi soruşduğuna görə və aradan da 10 il keçdiyinə görə ona bölərik və cavab 20,1 çıxar. 20,1. Qazangöldağ və Biçənək aşırımı üçün ümumi əlamətləri müəyyən edək. Xatırladaq ki, hər iki coğrafi obyekt Zəngəzur silsiləsindədir. Kiçik Qafqaz tektonik zonasında yerləşir şərti doğrudur. Mülayim isti iqlim tipi hakimdir şərti yanlışdır. Dağ tundra iqlimi hakimdir. Günüt Qapıcıq fiziki coğrafi rayonda yerləşir şərti doğrudur. Paleozoy yaşlı suxurlar yayılmışdır şərti yanlışdır. Paleogen yaşlı suxurlar yayılmışdır və onlar da Kaynazoya aiddir. Zəngəzur Milli Parkının ərazisindədir şərti doğrudur. Dağ meşə landşaftı geniş ərazi əhatə eləyir. Naxçıvan ərazisində dağ meşə landşaftı geniş ərazi tutmur. Cavab 1-3-5. Bütün fəslərin aydın müşahidə edildiyi ölkələr. Bu ölkələr mülayim işıqlama qurşağında, yəni qütb dairələri ilə tropik xəttlərin arasında yerləşməlidir. Buraya Rumıniyanı, İrlandiyanı və Macaristanı aid etmək olar. Belə ki, Qabon, Panama və Malayziya tropik işıqlama qurşağında yerləşirlər. Uyğunluğu müəyyən edək. Kakao. Qana, Kod d'Ivoire və Braziliya kimi ölkələrdə becərilir şərti kakaoya aiddir. Birinciyə A. İstehsal olunan şəkərin 60%-ni verir şərti şəkər qamışına aiddir. Üçüncüyə B. Əsasən heyvandarlıqda yem bitkisi kimi istifadə olunur şərti şəkər çoğunduruna aiddir. 2-yə C. Mülayim qurşağın ölkələrində Çin, Rusiya, Ukrayna, Polşa və s. ölkələrdə istehsal edilir şərti
şəkər çoğunduruna aiddir 2-yə D. Əsas istehsalçıları Norveç, İsveç və Finlandiyadır şərti yanlışdır. Y variantının heç birinə aid etmirik. A ölkəsinin ərazisinin böyük bir hissəsi 2 yarımadada yerləşir. Bu yarımadalardan biri Asiya, biri Avropa qitəsində yerləşir. Ölkənin Asiya hissəsi Avropa hissəsi ilə müqayisədə daha böyükdür. A ölkəsinin sahilləri 4 dənizin suları yuyur. Paytaxtı ölkənin ən böyük şəhəri deyil. Bu ölkə Azərbaycanla da quru sərhədinə malikdir. Onun əhalisinin sayı 85 milyon 347 min nəfər, əhalinin sıxlığı isə 109 nəfər bölünsün kvadrat kilometrdir. İqlim və relyef şəraiti burada təsərrüfat sahələrinin yerləşməsinə böyük təsir göstərmişdir. A ölkəsini, onun yerləşdiyi 2 yarımadanı və 4 dənizi müəyyən edək. Ölkə Türkiyədir. Yarımadalar Kiçik Asiya və Balkan yarımadalarıdır. Dənizlər Qaradəniz, Mərmərə dənizi, Egey dənizi və Aralıq dənizi. A ölkəsinin paytaxtını və ən böyük şəhərin adlarını və bu ölkənin sahəsini hesablayıb cədvəlimizə yazaq. Paytaxtı Ankara şəhəridir. Ən böyük şəhəri İstanbuldur. Və sahəsi. Sahəsini hesablamaq üçün əhalisinin sayını onun sıxlığına böləcəyik. Yəni 85 milyon 347 mini 109'a böləcəyik. 85 milyon 347 mini 109'a bölsək, cavabımız 783 min kvadrat kilometr eləyər. A ölkəsinin yerləşdiyi iqlim qurşağı və ölkənin əsas relyef vahidlərinin adlarını müəyyən edək. Türkiyə subtropik iqlim qurşağındadır və əsas relyef vahidlərini şimalından keçən Pont dağları, cənubundan keçən Tavr dağlarını və mərkəzində olan Anadolu yaylasını qeyd eləmək olar.